Aleyküm assalam və bərəkatuhu. Hamı bilir ki, Hüseyni radiyallahu anh öldürmə əmr edən Şiə Ubeydullah ibn Ziyad, öldürən də ikinci Şiə Sinan ibn Ənəs, Şimir ibn Dilcavşan olub. Onda niyə Sufyan oğlu Muaviyyə və nəvəsi lənətlənir? Ona görə lənətləyirlər ki, yəni bu baş verib Yezidin vaxtında. Yezid də Muaviyyə radiyallahu anh oğlu idi. Yəni Abu Sufyan da nəvəsi idi. Onun xəlifəlik dövründə, yəni başçı olduğu dövrdə baş verib və o da əmr verib ki, gedin, yəni Hüseyni Küfə əhlindən birləşməyin qarşısını alın və sadəcə o döyüşün sərkərdələri isə özləri döyüşməyə, onu qətl etməyə qərar veriblər. Və ümumi fərman verən Yezid olub deyənə, onlar Yezidi ona görə, Abu Sufyanı, Muaviyyəni ona görə lənətləyirlər.